Salam, hər vaxtınız xeyirli olsun. Bugün fərqli bir video ilə sizin qarşınızdayım. Bugün İçərişəhər metrosunun yaxınlığında olan bir otaqlı evi satışa çıxarıram. Bu ev özümüzə məxsus olduğuna görə özüm bunu, yəni çəkilişi Instagram həm də TikTok səhifəmdə paylaşacağım. Sizdən xahişim odur ki, bu videonu bəyənərsiniz və beğenər. Demək, burada bizim bir otağımızdır. Həm bura yataq otağıdır, həm qonaq otağıdır. Bu yataq sərfayısıdır, massiv devrə uyğun. Bizim demək, bir balkonumuz şəhərə baxır, küçəyə baxır, bir balkonumuz həyata baxır. Bundan zəhmət olmasa çək göstər. Bura bizim buxnumuzdur, bura buxnudur, bura Samuel'dir. Onun demək, remontludur, yəni remontdan ibarətdir. Hansı marşrutlar buradan keçir? Düz balkon qabağında bizim astanovkamız var. Ondan sonra yanında Nazirlər Kabinetidir, prezident aparatıdır, Şəlalə parkıdır, Çəmbərəkən parkı var, təzasıflar yuxarıda. Yəni böyrü başı, hər yeri parkdır. Məktəb 134 nömrəli, 133 nömrəli məktəb yanındadır. Bəy hamamı var bir 200 metr aşağıda. Bəy hamamı yanındadır. İndi gedək, mən sizə balkonu göstərim. Bura bizim balkonumuzdur. Bura teleteatrdan düşən qəmbərli yoldur. Yəni burada qədimi bina sayılır. Üçüncüsüdür belə deyək də. Bura bizim astanovkamızdır. Gördüğünüz kimi 6 nömrə, 10 nömrə, 18, 31, 37, 53, 77, 205 nömrəli avtobuslar saxlayır düz bizim burada. Yəni Araz Market yaxınlığında, Oba Market, Spar Market hamısı yaxınlığında. Bütün şəraiti var şəhərin mərkəzində. Küçənin hamısını mən sizə çəkib təqdim edəcəm ki, yəni buradan sağa prezident aparatına yol düşür, Nazirlər Kabinetinə, sola. Sağa gedəndə buradan gedirik Mehdi Hüseyin küçəsi ilə Bəy hamamının yanına, İçərişəhər metrosuna. Yəni 134 nömrəli məktəb, 133 nömrəli məktəb tərəfə, yəni bütün şəraiti, bütün parkı, yəni mən sizə hamısını çəkib göstərəcəm. Bura bizim balkondur, bina budur. Teleteatrdan gələn yoldur, Şəhərlər Xiyabanından gələn yoldur. Bu yolda düşür prezident aparatına, Nazirlər Kabinetinin yanına. Maşınlar üçün dayanacaq da var, pulsuz dayanacaq. Sakinlər üçün, sakinlərin maşını üçün pulsuz dayanacaq.